Murad bəy, birinci ondan başlayaq ki, Avropa İttifaqının diplomatı Kaya Kallas deyir ki, biz əlimizdən gəldiyi qədər İrana təzyiq göstərəcək yeni sanksiyalar paketinin gündəmdə olduğu deyilir ki, həm etirazçılara bu qədər zorakılıq tətbiq olunmasın, həm internetin kəsilməsinin qarşısı alınsın, yəni bərpa olunsun. Ancaq biz həm də onu bilirik ki, Avropa İttifaqı Amerika Birləşmiş Ştatları qədər bu məsələdə sərt deyil. Mövqeyi biraz fərqlidir. Avropa İttifaqının bu açıqlamalarını o zaman nə qədər səmimi qəbul edək? Avropa İttifaqı bu açıqlamalarla bağlı çox güman ki, baş vermiş hadisələrdən kənarda qalmamaq üçün daimi olaraq, ənənəvi olaraq onların bu cür bəyanatları səsləndirir. Amma ki, biz dəfələrlə görmüşük ki, Avropa İttifaqı sözdə kifayət qədər aktiv olurlar, amma fəaliyyəti çatanda o qədər də real işləri həyata keçirmirlər. Bilirsiniz, İranda baş verən hadisələrlə ABŞ-la Avropanın yanaşması həmişə fərqli olacaq. Ona görə ki, Avropa ilə deməli, xüsusi götürək Fransanı, mən Britaniyanın çıxmaq şərti ilə danışıram və Britaniya-Amerika yanaşması İrana həmişə rəqabətli olub. Orada xüsusi olaraq o neft şirkətləri vaxtilə işləyən zamanda hər zaman ABŞ, Böyük Britaniya neft şirkətləri ilə Fransa neft şirkətləri arasında rəqabət olub. Və fikir verin, vaxtilə şahı dəstəkləyən ABŞ, Böyük Britaniyanı devirən molla rejimi hansı ölkədə yerləşdirilmişdi, hansı ölkədən gəlmişdi, Fransadan gəlmişdi. Yəni bu ənənəvi rəqabət mövcuddur, bu günlərdə mövcuddur. Ona görə onların yanaşması həmişə fərqli olacaq. Amma publik, bilirsiniz ki, İranda baş vermiş bu hadisələr minlərlə, hətta 10 minlərlə söhbət gedir, insanların ölümündən gedir. Avropa Parlamenti kənarda qala bilməzdi və bu cür bəyanatlar səsləndirirlər. İrandakı proseslərlə bağlı sanki biraz səngim olduğu da deyilir. Yəni, hər dəfə deyirik əslində internetə çıxış olmadığı üçün dəqiq məlumat əldə etmək mümkün deyil. İran hakimiyyəti də əslində bunu istəyir. Azərbaycan prezidentinin də Davosda İranla bağlı verdiyi mesajlar ötən gündən bəri ən çox danışılan istiqamətlərdir deyə bilərik. Biz regionda sabitlik istəyirik, mahiyyəti bundan ibarətdir və bu o deməkdir ki, hakimiyyətin dəyişməsi və hazırda deyək ki, Pəhləvi rejiminin və yaxud da başqa bir rejimin hakimiyyətə gəlməsi Azərbaycanın da mı maraqlarına uyğun deyil? Hər zaman deyirik, əslində dini rejimdən də Azərbaycan siyasəti az əziyyət çəkməyib, amma müqayisəyə qoyanda deyək ki, tərəzinin gözünə qoyanda hansı daha ağır gəlir? Bir mənalı demək çətindir, ona görə ki, rejim dəyişilən anda hansı hadisələr proqnozlaşdırılmayan hansı hadisələr baş verə bilər, bunu heç kəs deyə bilməz. İran doğrudan da bugünkü gündə rejim dəyişilsə, demokratik bir sivil dövlətə çevriləcək və yaxud o uzun müddət İraqdakı kimi müxtəlif milli azlıqların, müxtəlif qrupların döyüş meydançasına çevriləcək. Bu da kifayət qədər küllü miqdarda qaçqınlara gətirib çıxadacaq. İstər bu Türkiyədə təsir edə bilər, bütün Azərbaycanda təsir edə bilər. Ona görə bizim üçün ən vacib an bu günləri faktor stabillikdir. Ona görə ki, Azərbaycanın ən böyük quru sərhədləri İranlandır. Azərbaycanın bir neçə iqtisadi proyektləri İranla bağlıdır. Bilirsiniz ki, Şərq-Şimal projesi, sonra bizim Naxçıvana İran vasitəsilə tikilən yol və Araz çayının su resurslarını istifadə olunması ilə bizim birgə layihələrimiz var. Həm də İranla Azərbaycan arasında alver də var axı. Yəni bunlar, bütün bu faktorlar ciddi təsir göstərə bilər Azərbaycan layihələrinə də. Bu baxımdan əlbəttə ki, biz üçün stabillik vacib amildir ilk növbədə. Murad bəy, əslində İranla bağlı biz danışırıq, amma hazırda dünyanın diqqəti Rusiya-Ukrayna müharibəsinə bu baxımdan yönəlib ki, Davosda həm də bu məsələlər danışılır. Amerika Birləşmiş Ştatları nümayəndələri ilə, xüsusilə də Steve Witkoffla kürəkən Jared Kushner bu görüşdə iştirak edib. Rusiya tərəfindən isə Rusiya prezidentinin köməkçisi Kirill Dmitriyev olub və açıqlanan məqam da xüsusi diqqət çəkir. İnvestisiya məsələsindən danışmışıq deyirik. İqtisadi münasibətlərin müzakirəsi gedir. Bugün Amerika Birləşmiş Ştatlarından Rusiyaya qarşı bir təzyiq siyasəti gözlənilir. Amma danışılan istiqamətə diqqət yetirəndə biz investisiya qoymaq məsələlərinin danışıldığını görürük. İnvestisiya varsa demək ki, sanksiya da yoxdur, demək ki, təzyiq də yoxdur. Adətən investisiya ora qoyulur ki, orada sabitliyə güman olunur. Amerika Birləşmiş Ştatları və Rusiya arasındakı bu danışıqlar
danışıqlar Rusiya-Ukrayna müharibəsi ilə bağlı hansısa bir həyəcan təbili çalırmı? Mən deməzdim ki, bu ciddi təsir eləyən bir söhbətdir. Ona görə ki, dəfələrlə Kiril Dimitriyevlə Uitkovun arasında danışıqların əsas mövzusu məhz həmən o investisiyalar olub. Ona görə ki, Kiril Dimitriyev özü də Rusiyada investisiyalarla bağlı fondun rəhbəridir. Yəni, o apardığı danışıqlar əlbəttə ki, öz sahəsinə uyğun olacaq. Amma bu demək deyil ki, Amerika Birləşmiş Ştatlarının Ukraynaya qarşı və yaxud bu sahədə siyasəti dəyişilib. Mən dünənləri belə bir məlumat aldım, amma hələ ki təsdiqləməmişim. Dövlət Departamenti tərəfindən belə bir qərar verilib. Ukraynaya 800 milyon dollarlıq yeni təyyarələrdən istifadə olunan ağıllı raketlərlə təmin olunmaq üçün yardım paketinin ayrılması. Yəni, paralel olaraq müxtəlif sahələr üzrə, hərbi sahə üzrə, siyasi sahə üzrə Ukrayna öz dəstəyini alır və mən inanmıram ki, Amerika Birləşmiş Ştatları bu mövqeyindən dəyişsin. Amma o ki, qaldı Kiril Dimitriyevlə Uitkovun danışığına, ümumiyyətlə Rusiya tərəfi Amerikanı özünə cəlb eləmək üçün hər zaman Rusiya tərəfində olan imkanlardan istifadə edərək və Donald Trump'ın investisiya, biznesə meyilli olduğundan istifadə edərək bu cür şirinlikləndirici təkliflər verir. Amma nəticə etibarilə uzun müddətdir biz bunlar arasında müzakirələr gedir, amma konkret nəticələr görmürük. Murad bəy, burada bir maraqlı nüans da var. Biz bilirik ki, Rusiya Xarici İşlər Naziri Sergey Lavrov da ilin yekunları ilə bağlı mətbuat konferansında bəzi məsələlərə toxundu. Burada diqqət çəkən nüans odur ki, Qrenlandiya ilə Krım arasında bərabərlik işarəsi qoydu. Yəni deyir ki, Amerika Birləşmiş Ştatları üçün Qrenlandiya nə qədər önəmlidirsə və deyirsə ki, təhlükəsizliyimiz üçün bu vacibdir. Krım məsələsi də bizim üçün eyni xarakter daşıyır və bizim də təhlükəsizliyimiz üçün Krım vacibdir. Qrenlandiyanı deyir, əgər Amerika Birləşmiş Ştatları işğal etsə, kim onun qarşısında dayanacaq? Belə bir açıqlamanın verilməsi fonunda, yəni doğrudan da Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Qrenlandiyanı ələ keçirsə, bu artıq Rusiyanın əlinə əlavə imkanlar mı vermiş olacaq? Deyək ki, əsaslandıracaq ki, mənə də Krım lazımdır, çünki təhlükəsizliyim təhdid altındadır. Bilirsiniz, gəlin müqayisə eləyək bu iki məsələlər. Müqayisə olunmayan məsələlərdir bunlar. Krıma bağlı Rusiya açıq-aydın işğal eləyib. Hərbi silahlı qüvvələri ilə. Amma Trump'ın Qrenlandiya ilə bağlı biz hələ ki bu cür addımlarını görməmişik və mən inanmıram ki, Amerika Birləşmiş Ştatları açıq-aydın beləcinə bir hərbi işğal eləyər. Sadəcə olaraq Krımla bağlı onun bu, üzr istəyirəm, Qrenlandiya ilə bağlı onun bu fikirlərin çərçivəsində görün bir neçə təkliflər görülür. Yəni, maliyyə baxımından biz milyardlarla pul ayıra bilərik Qrenlandiyada yaşayan insanlara, Qrenlandiyada yaşayan insanları cəlb eləmək istəyirlər və s. müxtəlif sülh yollarından istifadə olunur. Yəni, Lavrovun bu müqayisəsi mən hesab edirəm yersizdir. Təbii ki, Rusiya tərəfinin zaman-zaman bu şəkildə vəziyyətdən sui-istifadə eləmə halları olur və deyək ki, fürsət gözləyirlər ki, hansısa bir formada öz işğallarını da əsaslandırsınlar. İşğalçılıq siyasəti yürüdən bütün ölkələrin bu yürütdüyü bir siyasətdir. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump da deyib ki, biz əslində Ukrayna münaqişəsini, Rusiya-Ukrayna münaqişəsini nizamlamağa çalışırıq. Deyək ki, Birləşmiş Ştatların belə bir təşəbbüsü var. Avropa İttifaqı da, hətta Macron da bir daha vurğulayıb ki, yəni biz dialoq imkanlarını da nəzərdən keçirməliyik. Hazırki dönəmdə Ukraynanın sərt şəkildə atəşə tutulduğu, Rusiyanın hücumuna məruz qaldığı bir vaxtda qalıbmı Rusiyaya qarşı təzyiq imkanları və yaxud da deyək ki, Ukraynaya daha çox dəstək vermək imkanları ki, ən azından Rusiyanı geri çəkilməyə məcbur eləsinlər? Əlbəttə ki, xüsusi olaraq Amerika Birləşmiş Ştatlarının imkanları kifayət qədərdir ki, Ukraynanı hərbi silah-sursatla təmin eləsin ki, istənilən bugünkü günü Rusiya tərəfindən olan təhdidin qarşısını alsın. Avropa tərəfindən də kifayət qədər imkanlar var ki, istər maliyyə cəhətdən, istər hərbi silah-sursat cəhətindən Ukraynanı daha da gücləndirmək. Bilirsiniz, artıq Ukrayna-Rusiya müharibəsi 4 ildir keçib. Əvvəlki illərdən fərqli olaraq Ukrayna bu günləri o qədər də
aslı deyil xarici dəstəkdən. Demək olar ki, silah-sursatın hardasa yarısından çoxunu onlar özləri istehsal edirlər və bəzi müəyyən silah-sursatlardan, xüsusi olaraq hava hücumundan müdafiə sisteminin raketlərindən asılıdırlar. Bu məqamlarla kifayət qədər Ukrayna təmin olunsa, hesab edirəm ki, bu kifayət olacaq Ukrayna üçün. Yəni, imkanlar çoxdur. Amma mən istəyərdim İranla məsələ qaydaq. Siz də dediniz ki, biraz səngiyib. Amma mən düşünmürəm ki, səngiyib. Ona görə ki, ciddi şəkildə Amerika Birləşmiş Ştatları öz hərbi potensialını İran ətrafında gücləndirir. Hind okeanına gələn biz... Baxın, görün, deməli, təyyarə daşıyan gəmisi Avram Lincoln artıq Cənubi Koreya dənizindən çıxıb və istiqaməti tutub İran tərəfə. Məlumatlara görə 2 günə həmən o qrup döyüş ərazisində yerləşəcək. Ondan başqa ikinci deməli hərbi hava qüvvələri daşıyan gəmi Gerald Ford artıq San Diego'dan çıxıb o da istiqaməti tutub və dünənləri məlumat aldım ki, hətta üçüncüsü George Bush da əmr alıb hazırlaşmağa çıxmağa. Yəni bu qədər qüvvəni ora toplamaq, xüsusi olaraq Böyük Britaniyadakı, Almaniyadakı olan hərbi hava bazalarından olan təyyarələrin regiona göndərilməsi, bunlar hamısı ciddi hərbi hazırlıqdan bizə məlumat verir. Təhdid xarakteri daşıya bilərmi? Yəni daha çox çəkindirmək, daha çox qorxutmaq, amma hələ hərəkətə keçməmə mərhələsi. Bəli. Burada bir maraqlı məqam var. Siz düzgün qeyd elədiniz ki, bax, belə bir fikirdə söyləyirlər. Amma baxın, görün, əgər belə bir məsələ olsaydı, onda həmən o hərbi qüvvələrin ora göndərilməsi ilə bağlı çox ciddi təbliğat gedərdi də. Amma biz görürük ki, o təbliğat yoxdur. Hətta ABŞ çalışır bu məlumatları gizlətməyə. Məsəl üçün, 3 dənə mən təyyarə daşıyan gəmilərdən söhbət açdım. Üçündə də belə bir sistem var, transporter deyilən sistem var. O məlumat ötürür həmən o gəminin yerləşdiyi yerdən. Bax, üçündə də o söndürülüb ki, kənardan olan media, jurnalistlər onun müxtəlif proqramlar vasitəsilə yerini müəyyən edə bilməsinlər. Biz görürük ki, həmən o hazırlıqlar çox ciddi şəkildə çalışırlar gizlətməyə. Əgər bu təzyiq idisə, onda niyə bunu gizlədirlər? Bunu çalışarlar, daha da səsləndirsinlər, həmən o qüvvələrin imkanlarını qeyd eləsinlər və müəyyən İran rəhbərliyi üçün bu ciddi təhdid olsun. Amma biz görürük ki, bu hazırlıqlar çalışırlar çox gizli şəkildə həyata keçirməyə. Ona görə mən düşünürəm ki, bu hərbi əməliyyat üçün hazırlıqdır. Murad bəy, bir də deyirsiniz ki, əslində bu hərbi əməliyyat üçün ilkin hazırlıq mərhələsi kimi də dəyərləndirilə bilər. Əsaslandırmanız da əslində məntiqli gəlir məncə ki, bu baxımdan ki, biz bunun təbliğatını görmürük. Xüsusi bir təbliğatı olardı çəkindirmək xarakteri daşısaydı. Amma İranın hazırda bir o qədər də etirazçıların üzərinə getmədiyi, yəni ehtiyat elədiyi də deyilir. Hətta Donald Trump'ın müstəvisinə də biz bunu eşitdik ki, edamlar biraz təxirə salındı. Buna görə İrana da təşəkkür elədi. Daxildə tam nə baş verir bilmirik. Amma müəyyən qədər bir ehtiyat xarakteri daşıdığını da addımların izləmək mümkündür. Həm Pezeşkiyan deyir ki, biz eşitməliyik etirazçıları, həm digər tərəfdən etirazçıların da müəyyən qədər edam məsələsinin təxirə salındığı vurğulanır. Belə olan halda Amerika Birləşmiş Ştatları yenə də sizcə addım atarmı? Yəni daha çox öz məqsədlərinə çatmaq, hakimiyyəti devirməkdir, yoxsa etirazçılara verdiyi sözü tutmaqdır? Etirazlar verdiyi söz o qədər də fərqli deyil Amerika Birləşmiş Ştatlarının siyasəti üçün. Amerika Birləşmiş Ştatlarının siyasətinin məqsədi odur ki, istədiyinə nail olsun və sizin keçən verilişdə də mən qeyd edirdim ki, ABŞ-ın maraqları ondan ibarətdir ki, vaxtı ilə İranda yerləşən rejim ABŞ-ın maraqlarını regionda həyata keçirdirdi. ABŞ-ın neft şirkətləri, Böyük Britaniya neft şirkətləri də fəaliyyət göstərirdilər. Həmən o köhnə vəziyyəti bərpa eləməkdir. Bu baxımdan mən düşünürəm ki, bu cür vəziyyətdən, bu cür imkandan istər Amerika Birləşmiş Ştatları, istərsə də İsraili də nəzərə almaq lazımdır ki, ona görə İsrail üçün ən vacib faktor, təhdid bu İrandır və İsrail də düşünür ki, bu günləri Ağ Evdə əyləşən Trump onların maraqlarını həyata keçirən bir prezidentdir. İlin axırına parlamentdə, konqresdə, senatda seçkilərin nəticəsi necə məlum deyil. Ona görə ki, bu dövrdə İsrail bu məqsədinə də çatmalıdır. Biz gördük ki, artıq keçən ilin yayında müəyyən məqsədlərə nail oldular. Nüvə proqramı ilə bağlı ciddi zərbələr İrana endirdilər. Hamasla bağlı proyektlərini həyata keçirdə bildilər, zəiflətdirdilər. Hezbollah ilə bağlı və əsas qalan nöqtə İrandır. Düşünürəm ki, bu vəziyyətdən istifadə edib
və daxildə olan narazıçılıq da çox böyük faktordur. Bu vaxtacan İranda bu dərəcədə etirazlar olmamışdı, bu dərəcədə narazıçılıq olmamışdı. Hətta kənardan gətirilən qüvvələr vasitəsilə bu insanları sakitləşdirdilər. Bu gün də müxtəlif məlumatlar gəlir, az da olsa siz düz qeyd edirsiniz, amma görünür ki, insanlar küçəyə çıxmağa qorxurlar, öldürürlər, amma pəncərələrdən qışqırırlar, etirazlarını bildirirlər. Yəni insanları yatırtmaq mümkün olmur. Bu baxımdan düşünürəm ki, o məqsədə çatmaq üçün onlar üçün çox əlverişli şərait yaranıb.